hər şeyi alın yazısına və əmələ yox, məhz alın yazısına, qədərimdir deyə bu qədər. Solmaz xanım, İnsanı fəaliyyətdən qoyan bir bir şeydir. dövrlər olub, insanları uydurmaq üçün, susturmaq üçün, gerçəkdən müəyyən zaman dilimlərində sadəcə qədərinizə yazılan bu, bayaq dedim, qədərin qurbanları olaraq göstərilib və bu şəkildə olun kimi dövrlər yaşanılıb və bundan belə deyək, dini istismar edən insanlar da olub. Ancaq təbii ki, İslam alimləri, o batmayan günəşlərimiz heç zaman öz ümmətinin belə deyək, yatmasını istəməyiblər. Bəli. Onlar daim o gözəl ifadələri ilə, yazdıqları əsərləri ilə, vaazları ilə, xutbələri ilə topluma istiqamət veriblər, irşad ediblər. Və həmin İslam alimlərinin təbii ki, biz kitablarına baxdığımız zaman bizim danışdığımız sözlər əslində İslam alimlərimizin sözlərini danışırıq. O böyüklərimizin sözlərini danışırıq. Mən bayaq da söylədim ki, yəni bununla bağlı fərqli fikirlər yaranıb. Yəni bugün də o anlayışları insanlarımızın arasında görə bilərik. Ancaq məsələ budur ki, bugün ziddiyyətə yox. Bugün gözəlliyə doğru getmək lazımdır. Artıq ziddiyyət bizə bir şey vermir. İxtilaf bizə bir şey vermir. Önəmli olan odur ki, Quran-ı Kərimin açdığı bir cizgi var. Salih əməllər, xeyir işlərlə məşğul olan insanlar var. İnanın, ixtilaf etməyə mövzu tapırlar. İxtilafı bilirsiniz hansı insanlar eləyir? İş görməyən adamlar. Əməlsiz adamların işi, peşəsi başqa insanların əməllərini qabartmaq və onları tənqid eləmək, haqsız yerə onları üzmək, əzmək, bunu belə elədi, onu elə elədi. Amma onsuz da iş görən insanın işində bir sıxıntı olar. İş görən adamın işində bir əksiklik olar. Ya əgər sənin də belə deyək, bir gücün çatırsa, bir işin altına sən də gir. Sən də kömək elə. Bir sən iş görək sənin gördüyün işdə nə olacaq. Ömür boyu bir daşı gerçəkdən daş üzərinə qoymamış insan, binalar tikən insanlara qadir bu nə tihdi, burası əyri oldu, burası belə oldu.